Bu gün sizə fərqli bir mövzuda kitab təqdim etmək istəyirəm. Xüsusilə mənim kimi ədəbiyyat oxucuları tərəfindən məsafəli davranılan biznes sözünün inkişaf kitabı. Müəllif Ray Dalio tərəfindən qələmə alınan Prinsiplər, Həyat və İş kitabı son dönəmlər bu mövzuda oxuduğum ən maraqlı mətnlərdən biri idi. Mövzusuna keçməmişdən öncə müəllif haqqında qısa bir məlumat verim. 1949-cu il təvəllüdlü Ray 1975-ci ildə iki otaqlı evində Bridgewater Association-ın əsasını qurdu. 40 il sonra bu makro investisiya şirkəti ABŞ-ın ən önəmli 5 özəl şirkətindən biri seçildi. Həmçinin də müəllif dünyanın ən təsirli insanı olaraq Times 100 və ən zəngin insanı olaraq Forbes 100 siyahısına düşdü. İndi isə gəlin CEO dərgisi tərəfindən investisiyanın Steve Jobs-u adlanan bu şəxsin kitabı haqqında daha detallı təhlil aparaq. Prinsiplər təməldə iki hissədən ibarətdir. Birinci hissədə həyata dair prinsiplər yer alır. Həmçinin də yazarın qismi bioqrafiyasını oxuyuruq. Lakin yanlışa yol verməmək naminə qeyd edim ki, burada yazarın şəxsi həyatından ziyadə iş bioqrafiyası yer alır. Bu da öz növbəsində kitabın ana qayəsinə xidmət edir. Ən müxtəlif alt başlıqlara bölünsə də həyat prinsipləri təməldə 5 ədəddir. 1. Gerçəklərlə üzləşin və onlarla mübarizə aparın. 2. Radikal şəkildə açıq fikirli olun. 3. Həyatdan nə istədiyinizi 5 mərhələli proses şəklində dəqiqləşdirin. 4. İnsanların beyinlərinin fərqli şəkildə işlədiyini qavrayın və qəbul edin. 5. Təsirli şəkildə qərar almaq metodologiyasını öyrənin. Bütün bunlar haqqında yazar şəxsi təcrübələri və psixoloji nəticələrin də toplandığı onlarca səhifəli izahlar verir. Kitabın ən önəmli özəlliyindən biri isə hər şeyi sadə təhkiyə və artan əmsalla mərhələli şəkildə izah etməsidir. İş prinsipləri adlanan ikinci hissəyə gələndə gündəlik iş həyatımızda qarşılaşdığımız təməl problemlərə dair təhlillər görürük. Həmçinin biznes etikası və biznes metodologiyası aspektindən şirkətlərimizdəki rəhbər heyətlərin dünya praktikasından nə qədər geri qaldığına şahidlik edirik. Biznesə dair təməl prinsiplər 16 ədəd olsa da, bunlardan yalnız 5-nin adını çəkəcəm. 1. Radikal şəkildə açıq fikirli və dürüst olun. 2. Xətaların problem olmadığı, lakin xətalardan dərs çıxarmayan insanların da yer ala bilməyəcəyi iş şəraiti yaradın. 3. Mənalı iş əlaqələri qurun. 4. Güvən ağırlıqlı qərarlar verin. 5. İnsanları mütəmadi olaraq test edib, bilik və bacarıqları doğrultusunda dürüst şəkildə dəyərləndirin. Kitabda tez-tez qarşılaşdığımız bir digər ifadə isə fikir meritokrasiyasıdır. Meritokrasiya qısaca izah etsək, bilik və bacarıqların təməl alındığı idarə sistemdir. Ray Dalio'nun fikrincə, klassik idarə iyerarxiyadan ziyadə fərdlərin sərbəst şəkildə özünü ifadə etdiyi iş şəraiti qurulmalıdır. Bu sayədə vəzifəsindən asılı olmayaraq, bütün fərdlər arasında bərabər şəkildə fikir alış-verişi və inkişaf mövcud ola bilər. Sonda bu kitabı kimlər oxumalıdır sualına cavab verək. Məncə fərqli düşüncə biçimlərini mənimsəməyə meyilli olan hər kəs oxuyub fayda götürə bilər. Xüsusilə isə biznes və idarə təfəkkürünü təkmilləşdirib, bu sahədə iş görməyə meyilli olan hər kəs üçün oxunması vacib kitablardan biridir.